Salamlar. Bugün sizlərə 5-ci sinif Azərbaycan tarixindən növbəti mövzunun izahını təqdim edirəm. Kitab-ı Dədə Qorquddur mövzu. Mövzuya keçməmişdən əvvəl onu qeyd edim ki, əgər mövzu izahları sizin üçün faydalıdırsa, istəsəniz kanalımıza üzv ola bilərsiniz. İndi isə gəlin başlayaq mövzunun izahına. Oğuz türklərinin qəhrəmanlıq salnaməsi olan Kitab-ı Dədə Qorqud əvəzsiz tarixi mənbədir. Oğuz türklərinin yaşadığı geniş ərazidə yayıldığı üçün dastan onların ortaq abidəsi hesab olunur. Dastan 12 boydan ibarətdir. Deməli, Oğuz türklərinin dastanı hesab olunan Kitab-ı Dədə Qorqud neçə boydan ibarətdir? 12 boydan ibarətdir. Boyların bir çox Azərbaycanda baş verən hadisələrlə əlaqədar yaranmışdır. Deməli, harda baş verən hadisələrlə Azərbaycanda baş verən hadisələrlə bağlı yaranmışdır. Boyların bir çoxu. Dastanda bəhs olunan yer adları əksəriyyəti tarixi Azərbaycan torpaqlarıdır. Haradır? Dastanda bəhs olunan yer adlarının əksəriyyəti nədir? Tarixi Azərbaycan torpaqlarıdır. Deməli, neçə boydan ibarətdir? 12 boydan ibarətdir. Oğuz türklərinin yaşadığı tarixi ərazilərlə bağlı yaranmış dastandır. Və bu dastanda yer adlarının əksəriyyəti nədir? Azərbaycanla bağlıdır. Alimlərin çoxu Dədə Qorqud tarix şəxsiyyəti hesab edir. Oğuzların Bayat qolundan olduğu və 7-ci yüzillikdə yaşadığı qeyd olunur. Demək, alimlərin çoxu Dədə Qorqudu tarix şəxsiyyəti hesab edir. Oğuzların Bayat qolundan yadımızda saxlayaraq demək, Dədə Qorqud hansı qoldandır? Oğuzların Bayat qolundan. Əvvəlki dərslərimizdə də keçmişik. Bu Oğuzların 24 qol var idi ki, onlardan biri də Bayat idi və bu qoldan hesab edir və 7-ci yüzillikdə yaşadığı qeyd edilir. Nə vaxt yaşadığı? 7-ci yüzillikdə. Demək, Kitab-ı Dədə Qorqudda bəhs olunan, yəni Dədə Qorqudu Kitab-ı Dədə Qorqud dastanını qələm alan Dədə Qorqudu tarixi şəxsiyyət hesab edir alimlərin bir çoxu. Onu Oğuzların Bayat qolundan hesab edirlər və 7-ci yüzillikdə yaşadığı qeyd olunur. Nə zaman yaşayıb? 7-ci yüzillikdə hansı qoldandır? Bayat qolundandır. Yadımızda saxlayırıq. Dədə Qorqudu Dərbənd ətrafında dəfn olunduğu deyənlər də var. Harda dəfn olunduğu deyənlər var? Dərbənddə dəfn olunduğu, yəni Dərbənd ətrafında yaşadığında deyənlər də var. Mənbələrə görə Bayat tayfası burada məskunlaşmışdı. Harda məskunlaşmışdı Bayat tayfası? Dərbənd ətrafında, Dədə Qorqudda 7-ci yüzillikdə Dərbənd ətrafında yaşadığı və orada dəfn olunduğunu deyənlər də var. Bayat tayfası harda məskunlaşmışdı? Dərbənd ətrafında. O da deməkdir ki, Bayat türk tayfasıdır, türk boyudur, Oğuz boyundandır və türklər deməli Dərbənd ətrafında məskunlaşıblar. Tarixən indiki dövrdə Dərbənd Rusiyanın təsirindədir. Əvvəlki dərslərimizdən də bildik ki, 1806-cı ildə nədir? Ruslar Dərbəndi işğal edir. Ondan sonra da Dərbənd nə olur? Rusiyanın, hazırda da Rusiyanın ərazisi kimi gedir Dərbənd və tarixən Dərbənd nə olub? Türklər məskunlaşıb. Bunu da üstünə sübut edir. Tarixi Dədə Qorqud dastanında bunu sübut edir. Oğuz Dərbənd səddinin qapılarından birini Bayat qapısı adlandırırlar. Oğuzlar Dərbənd səddinin qapılarından birini Bayat qapısı adlandırırlar. Deməli, Bayat qapısının adlanması da bununla bağlıdır. Əvvəlki dərslərimizdə də Dərbənd dərsində var idi ki, Dərbəndə giriş, yəni Dərbənd şəhərinə giriş müxtəlif qapıları var idi ki, o qapıdan biri Bayat qapısı, ondan başqa Türkmən qapısı da var idi. Sonra Xan qapısı da var idi ki, bu qapılar vasitəsilə deməli Dərbəndə keçid edildilər. Bu qapılardan biri də hansı idi? Bayat qapısı idi. Deməli, bunları yadımızda saxlanmış olduq. Keçək digərisi. Deməli, boyların müəllifi Dədə Qorqud olduğu güman edilir. Əvvəldə qeyd etdik, yəni bu boylar 12 boydan ibarətdir dedik Kitab-ı Dədə Qorqud və bu boyların müəllifi kimdir? Dədə Qorqudun özüdür. Boyların hamısında onun adı çəkilir. Dədə Qorqud Oğuzların ağsaqqalıdır. Demək, Dədə Qorqud kim idi? Oğuzların ağsaqqalı idi. Ağıllı məsləhətlər verir, çətinliyə düşəndə yol göstərirdi. Dədə Qorqud nə idi? Oğuzların ağsaqqalıdır. Çətinliyə düşəndə insanlara yol göstərirdi. Oğuz elinin şənliklərində Dədə Qorqudun xeyir duası ilə təşkil olunurdu. Deməli, nə edilirdi? Oğuz elinin şənlikləri, demək, şənlik də odur ki, məclislərdə, əyləncə kimi qeyd edilir. Həmçinin toy məclislərdə deyə bilərik. Bu el şənlikləri keçirilir ki, Oğuzlarda bu şənlikləri Dədə Qorqudun xeyir duası ilə, yəni ağsaqqal olduğuna görə, bilən şəxs olduğuna görə bu xeyir duası ilə təşkil olunurdu. O qopuz çalır. Qopuz da nədir? Saza
bənzər çalğı alətidir. Ondan biraz balaca və hekayələr söyləyər, qəhrəmanlıq göstərən Oğuz igidlərinə ad qoyardı. Demək, Oğuz igidlərinə nə edərdi? Qəhrəmanlıq göstərən Oğuz igidlərinə ad qoyardı. Oğuzlar onun keçmişini öyrədicisi, gələcəyin bələdçisi kimi görürdülər. Oğuzlar onu necə görürdü? Keçmişin öyrədicisi, gələcəyin bələdçisi kimi hesab edirdilər. Dədə Qorqudu el ağsaqqalı hesab edirdilər. El şənliklərində giriş edən şəxs də Dədə Qorqud idi. Yəni böyük bilici, bilən şəxs kimi hesab edirdilər Dədə Qorqudu Oğuzlar. Deməli, Dədə Qorqud hər şeyi bildiyinə inanır və ona böyük hörmət göstərirdilər. Nə idi? Hər şeyi bildiyinə inanır, ona böyük hörmət göstərirdilər. Bu da Dədə Qorqudun demək şəxsiyyətinə göstərilən hörməti təzahürüdür. Dastanda Oğuz adətləri, digər hissədə dastanda Oğuz türklərinin həyat tərzi, adət-ənənələri, xüsusiyyətləri barədə geniş məlumatlar vardır. Onlar mərdliyi, igidliyi, demək Oğuzların mərdliyi, igidliyi, cəsurluğu ilə seçilmişlər. Qonşu xalqlara mehriban münasibətlər qurmağa çalışan Oğuzlar heç kimin torpağına göz dikməmiş, doğma yurdu soxulan düşmənlər isə aman verməmişdi. Oğuz igidləri məğlub olub, amma Oğuz igidləri məğlub olub aman istəyən mütləq bağışlayar, döyüşdə heç vaxt hilə işlətməzlər. Zəif və müdafiəsiz düşmənə heç vaxt toxunmazlar. Oğuzlar düşmənlərini qara donlu kafir adlandırırlar. Demək, Oğuzların düşməni necə adlanırdı? Bunu da yadımıza saxlayarıq. Qara donlu kafirlər adlanırdı. Oğuzlar kiminsə yurduna göz dikməzdi. Öz yurtlarında öz qanunları hesabına qoruyardılar. Qanları, canları hesabına öz yurtlarında qoruyardılar. Kafirlər hiyləgər, yalançı vədinə əməl etməyə olub, Oğuzlara qarşı qəddar münasibətlərlə seçilirdilər. Oğuzlar düşmənləri ilə bağlı qarı düşmən dost olmaz atalar sözünü işlədirdilər. Daha sonra deməli, onların həyatında baş verən mühüm hadisə el şənlikləri ilə müşayiət olunur. Demək, onu bayaq da qeyd etdik. El şənliklərində, demək, onların həyatında baş verən mühüm hadisələr yəni müzakirə olunurdu bu el şənliklərində. Daha sonra burada məsələn el şənliklərində həmçinin qeyd etdik ki, məsələn hər hansı bir əraziyə məsələn kimlərsə hücum edəndə bu hücumun qarşısını almaq üçün lazımi tədbirlərin görülməsidir. Demək, el şənliklərində də müzakirə olunurdu. Həmçinin el şənliklərində deməli, el şənliklərində həmçinin burada demək, oğlanlar belə deyək, öz igidlərini nümayiş etdirirdilər. Bu el şənliklərində demək, at çapmaqdır, ox atmaqdır, bu kimi məharətlərini nümayiş etdirirdilər bu el şənliklərində. Daha sonra deməli, ozanlar qopuz çalıb söz söyləyirdi. Deməli, bu el şənliklərdə nə olurdu? Ozanlar qopuz çalıb söz söyləyirdi. İgidlər at çapmaqda, qılınc oynamaqda, ox atmaqda bir-birləri yarışırdılar. At igidin dostu sayılırdı. Sahibi qəhrəmancasına həlak olan atın isə quyruğunu kəsirdilər. Demək, at igidin dostu sayılırdı. At daha üstün, yəni türklər hər zaman at belində olublar deyə atı bir növ müqəddəs hesab edirdilər, belə deyək. At igidin dostu hesab edilirdi və bu demək, bununla başqa sahibləri qəhrəmancası həlak olan atın isə quyruğu kəsilirdi. Oğuzlar ananı müqəddəs hesab edirdilər. Deməli, qadın ana müqəddəs hesab edildi. Oğuzlardan bunu yadımızda saxlayırıq. Müqəddəs hesab edilir. Ana haqqını Tanrı haqqına bərabər tutur. Qadınlara xüsusi hörmət göstərir. Demək, Oğuzlar nə edirdi? Qadınlar müqəddəs hesab edirdilər. Demək, ana haqqını Tanrı haqqı hesab edirdilər. Qadına böyük hörmət göstərirdilər. Oğuz adət-ənənələrində bu öz təzahürünü tapırdı. Oğuzların əsas adətlərindən biri qonaqpərvərlik idi. Qonaqpərvərlik bu günümüzdə də bilirik ki, yəni qonaqpərvərlik var. Yəni türklər arasında qonaqpərvərlik geniş yayılıb. Bu da nədən əlaqədardır? O dövrdə də, yəni Oğuzlar arasında da bu qonaqpərvərlik var idi, günümüzdə də var. Qonağı Tanrı qonağı adlandırırdılar. Qonaq gəlməyin evi xarabalığa bənzədirdilər. Deməli, Oğuzların arasında qonaqpərvərlik də geniş yayılmışdı. Bunu da yadımızda saxlayaraq. Tanrıçılıq dininə sitayiş edən Oğuzlar İslam dinini qəbul etdikdən sonra onların arasında mənəvi birlik daha da artdı. Oğuzlar əvvəlcə tanrıçılıq, tenqirçiliyə
inanırdılar. Daha sonra bu dedik ki İslam dini yayılmağa başlayır və İslam dini Oğuz türkləri arasında da yayılır və bunun nəticəsində bu mənəvi birlik daha da artmış olur. Oğuzların həyatı növbəti hissədə baxırıq. Kitab Oğuz türklərinin dövlət idarəçiliyi, həyat tərzi və təsərrüfat sahələri ilə bağlı qiymətli məlumatlar verir. Demək, kitab nə verir? Oğuz türklərinin dövlət idarəçiliyi, həyat tərzi, təsərrüfat sahələri ilə bağlı qiymətli məlumatlar vardır. Oğuz dövlətinin başında Xanlar xanı Bayandur xan dururdu. Kim dururdu Oğuz dövlətinin başında? Xanlar xanı Bayandur xan dururdu. Vacib məsələlər onun yanında bəylərlə birgə müzakirə edilirdi. Vacib məsələlər kimlər? Bəylərlə birgə müzakirə olunurdu. Kim dururdu? Bayandur xan dururdu. Oğuz dövlətinin başında Xanlar xanı, bunu da yadımızda saxlamış olduq. Daha sonra hələ uşaqlıqdan döyüşçü olma arzusu ilə böyüyən Oğuzlar döyüş üsulları və qaydalara xüsusi diqqət yetirirlər. Oğuz igidləri döyüşlərdə yüksək intizam və seçilirdi. Qanunlar isə kişilərlə bərabər əllərində qılınc və at belində vətəni müdafiə edirdilər. Demək, Oğuzlar öz vətənlərini, vətənpərvərlik hissi daha yüksək idi. Öz vətənlərini öz qanunları hesabına qoruyurdular və Oğuzların ərazisini hər hansı bir yad eldi, dedik ki, Oğuzlarla müharibə aparan yad ellər hücum etdikdə onlar öz canları hesabına, qanları hesabına, qadınlar da kişilərlə birlikdə öz vətənlərini qoruyurdu. Yəni vətənpərvərlik ruhu yüksək formada idi. Daha sonra vətən yolunda torpaq uğrunda canından keçən Oğuz onlar şəhid hesab edilirdi. Demək, vətən yolunda Oğuz vətən yolunda torpaq uğrunda canlarına keçən Oğuzlar şəhid hesab edilirdi. Yəni daha sonra indi də Azərbaycan türklərində də bu şəhid var. Yəni vətən yolunda, vətənpərvərlik yolunda şəhid olan və canlarını keçən şəxslərə şəhid adlandırırlar. İndi də bu belədir. Şəhidlər adı uca tutulur. Düşmənlə onların intiqam mütləq alınırdı. Yəni vətənpərvərlik Oğuzlarda, yəni belə demək olar bütün türk boylarında yüksək idi və uca tutulurdu. Yəni vətən uğrunda canından keçənlərə necə adlanırdı? Şəhid adlandırırdılar və şəhidə böyük hörmət, böyük sayğı göstərirdilər. Onların intiqamı mütləq alınırdı. Yəni şəhidlərin intiqamı mütləq alınırdı. Oğuzlar alacıqlarda yaşayırdı. Alacıqlar da bu dəyə oxşar yaşayış yerlərdir ki, bu alacıqlar daha rahat hazırlanırdı və həm də alacıqlar o idi ki, yer dəyişməsi daha rahat idi. Yəni məsələn Oğuzlar bir yerdən başqa yerə köç etdikləri zaman bu alacıqları yəni rahatlıqla söküb apara bilirdilər və yenidən qura bilirdilər. Yəni bu alacıqlar nə idi? Yer dəyişmə baxımından önəmli idi və Oğuzlar harda yaşardı? Alacıqlarda yaşardılar. Evlənmək istəyən Oğuz igidlər ox atır və oxun düşdüyü yerdə özünə yurt salırdılar. Oğuzların təsərrüfatında oyunçuluq geniş yer tuturdu. Dedik ki, nə idi? Bu Oğuzlar köçəməlik daha çox geniş yayılmışdı. Yəni köçəmə şəkildə köç edirdilər bir yerdən başqa yerə və buna görə qoyunçuluq geniş yayılmışdı bu Oğuzlar arasında. Oğuz xanlarının minlərlə baş qoyun sürüsü var idi. Atlıqlarının böyüklüyü xanın nüfuzundan xəbər verirdi. Deməli, atlıqların çoxluğu nədən xəbər verirdi? Xanın nüfuzundan. Bunlardan başqa Oğuzlar dəvə də saxlardı. Deməli, qoyunla yanaşı nə də saxlardılar? Dəvə də saxlardı. Demək, qoyunçuluq geniş yayılmışdı. Atçılıq var idi. At dedik bayaq qeyd etdik ki, atı müqəddəs bir növ o at igidin dayağı idi, belə deyək, və at daha üstün tuturdular və atlıqları var idi və atın ilxısı çoxluğu xanın nüfuzunu göstərirdi. Bundan başqa Oğuzlar nə saxlardı, həm də dəvədə saxlayırdılar. Oğuzların da balıqçılıq, üzümçülük, əkinçilik inkişaf etmişdi. Deməli, nə inkişaf etmişdi? Balıqçılıq, üzümçülük və əkinçilik də inkişaf etmişdi. Onlar taxıl, dəyirman da üyüdürdülər. Müxtəlif sənətkarlıq sahələrinin yayılması ilə ticarətin inkişafına şərait yaradırdı. Oğuzlar ticarətdən pullardan istifadə edirdilər. Nədən istifadə edirdilər? Ticarətdə pullardan istifadə edirdilər. Dastanın əhəmiyyəti. Qəhrəmanlıq dastanları xalqın tarixi yaddaşı hesab olunur. Ana kitabımız hesab edən Kitab-ı Dədə Qorqud həm də yazılı yaddaşımızdır. Bu dastanda adət-ənənələrimiz, tarixi ərazilərimiz, dilimiz və sair haqqında geniş məlumatlar alırıq. Deməli, bu dastanda nə alırıq? Adət-ənənələrimiz haqqında, tarix ərazilərimiz və dilimiz haqqında geniş məlumat alırıq. Hətta o dastanda olan adət-ənənələr bu gün də günümüzdə də
nədir? Aktualdır. Məsələn, dedik ki, qonaqpərvərlikdir, onu qeyd etdik. Qadına önəm verilməsi, qadının müqəddəs hesab edilməsi, Tanrıya bərabər hesab tutulması o günümüzdə də, yəni bu adət-ənənələr yəni istifadə olunur belə deyək. Qonaqpərvərlikdə bayaqlar qeyd etdiyimiz kimi Deqarot söylədiyi hekayələr şifahi şəkildə dildən dilə keçərək yayılmış, sonra yazıya alınmışdı. Dastanın 12 boydan ibarət olan nüsxəsi Almaniyanın Dresden şəhərində saxlanır. Demək, dedik ki, dastan neçə boydur? 12 boydur. Əl yazma alınmışdı bu 12 boy və onun nüsxəsi Almaniyanın Dresden şəhərində saxlanır. Dastanın 12 boydan ibarət olan nüsxəsi harda saxlanılır? Almaniyanın Dresden şəhərində saxlanılır. Bunu da yadımızda saxlayırıq. Harda saxlanıldı? Dresden şəhərində 12 boydan olan nüsxəsi. 2000-ci ildə ölkəmizdə Kitab Dərəqurd dastanının 1300 illiyi yubileyi keçirilmişdi. Nə zaman keçirilmişdi? Bunu da yadımızda saxlayırıq. 2000-ci ildə ölkəmizdə Kitab Dərəqurd dastanının 1300 illik yubileyi keçirilmişdi. Bakı şəhərində Dərəqurd adına abidə qoyulmuşdu. Park salınmışdı. Harada? Bakı şəhərində. Dədə Qorqud adlı bədii film çəkilmişdi. Deməli, nə idi? Dədə Qorqud adlı bədii film də var. Dastan ailələri boyları əsasında cizgi filmlərdə hazırlanmışdı. Deməli, Bakıda Dədə Qorqud adlı park var. Ona heykəl qoyulmuşdu. Dədə Qorqud haqqında film çəkilmiş, həm də cizgi filmlər, ailələri boyları haqqında cizgi filmlər də çəkilmiş. 2000-ci ildə Kitab Dədə Qorqudun 1100 illik yubileyi keçirilmişdi. Bunu da yadımızda saxlamış olduq. Dastan dünya xalqlarının nadir mədəni abidələrindən sırasına daxil edilmişdir. Sonra Oğuzların həyat tərzini burada da dastanda da qeyd etdik ki, deməli Oğuzların həyat tərzində nə idi? Demək, maldarlıq var idi, qoyunçuluq var idi, təsərrüfatla da bağlı deyə bilərik. Sonra həyat tərzi belə deyək, məsələn, bağçılıq, üzümçülük, əkinçiliklə məşğul olurdular. Deməli, sonra qeyd etdik ki, məsələn, qadınları daha üstün tutmaq, sonra öz vətənlərini, canlarını bahasına qorumaq, yəni başqasının torpağına göz dikməmək, bu məsələləri qeyd etdik. Sonra Oğuzların təsərrüfatla bağlı da bu hamısı var. Balıqçılıqdır, üzümçülükdür, əkinçilikdir. Üzr sayın. Əkinçilikdir, qoyunçuluqdur, geniş yer tutur. Daha sonra Oğuzların xüsusiyyətləri də bu qeyd etdik ki, Oğuzların xüsusiyyətləri də nə idi? Məsələn, bayaqla qeyd etdik, qadın əsas qeyd etdik ki, qadının daha belə deyək, müqəddəs hesab edilməsi, sonra Oğuzlarda el şənliklərinin keçirilməsi, onu qeyd etdik. Daha sonra Oğuzların belə deyək, xüsusiyyətlərindən dedik, nədir? El şənliyi dedik, qonaqpərvərlik dedik, məsələn, qonaqpərvərliyin geniş yayılması, bunu qeyd etdik və başqalarını. Bu da Oğuzların xüsusiyyətlərinə aid hesab etmək olar. Dərsin izahı deməli bu qədər oldu. Sağ olun.